Salam, hər vaxtınız xeyir olsun. Dimdən mayalanma bətndaxili inkişaf, uşağın doğulduqdan sonraki inkişaf dövrləri. Sual 1. Azərbaycanda oğlanlarda cinsi yetişkənlik dövrü 13-14 yaşlarında müşahidə olunur. 2. İnsanda bətndaxili inkişafın döl dövrü nə vaxtdan başlayır? Döl dövrü elə disk şəkilli ciftin yarandığı andan döl dövrü hesab edilmiş olur. A variantı uşaqlığın silikli qişasına möhkəm yapışmış disk şəkilli ciftin əmələ gəlməsi anından. Hansı müddəa doğru deyildir? 2 dölün bir cifti ola bilməz fikri yanlışdır. Cavabımız A variantıdır. 2 dölün bir cifti ola bilər. Eyni yumurta əkizi. Bir mayalanmış yumurta hüceyrədən 2 döl əmələ gələ bilər. Eyni yumurta əkizi. 2 dölün genotipi eyni ola bilər. Eyni yumurta əkizi. 2 dölün genotipləri fərqli ola bilər. Bəli, doğrudur. Müxtəlif yumurta əkizlərində. İnsanda bətndaxili inkişafın döl dövrü 7 aya başa çatmış olur. Ümumi embrional inkişaf 9 aydır. Bunun 7 ay döl dövrüdür. 2 ayı isə rüşeym dövrünə təsadüf etmiş olur. Uşaqda doğulduqdan sonra postembrional inkişafın neçə dövrə ayırd edilir? Uşaqda soruşur, postembrional inkişafı soruşur. Bu da 5 dövrə bölünür. Birincisi südəmər dövr, daha doğrusu birincisi çağa dövrü, ikinci südəmər dövr, üçüncü yasli dövrü, məktəbə qədər dövr və məktəb dövrü olmaqla 5 dövrə ayırd edilir. Hansı müddəa insan üçün doğrudur? Ziqotdan rüşeym yaranır, rüşeymdən isə döl inkişaf edir. Ümumiyyətlə, embrional inkişaf özü 3 mərhələdən ibarətdir. İlkin inkişaf dövrü, rüşeym dövrü və döl dövrü olmaqla 3 mərhələyə bölünür. Buna görə də variantı doğrudur. İnsanda yeni doğulma dövrü təqribən 1 ay davam etmiş olur. Uşağın inkişafının südəmər dövrü isə 11 ay davam etmiş olur. İnsanın ontogenezi, yəni fərdi inkişafı başlayır. Ontogenez kişidə də, qadında da, uşaqlıq borusunda mayalanma prosesinin getməsindən sonra başlayır. Yəni ziqotun yaranması anından. İnsanda bətndaxili inkişafın rüşeym dövrü başlayır. Rüşeym dövrü, rüşeymin xarici hüceyrələrindən xovların yaranması və uşaqlıq divarına implantasiya olunmasından sonra başlayır. Buna uyğun olaraq rüşeymin uşaqlığın silikli qişasına yapışması anından olacaq cavabımız. Akselerasiya nədir? Uşağın həm fiziki, həm də əqli cəhətdən normal inkişafı deməkdir. Akselerasiyaya müsbət təsir göstərir. Açıq havada gəzmək, gəzinti etmək, idmanla məşğul olmaq, günəş qəbul etmək, vitaminli qidalarla qəbul etmək, yəni yaxşı qidalanma müsbət təsir göstərir. Qidada vitaminlərin çatışmamazlığı bilirik ki, mənfi təsir göstərir. Açıq havada çox olmaq müsbətdir. İdmanla məşğul olmaq müsbətdir. Qidada vitaminlərin kifayət qədər olması da müsbət xüsusiyyətdir. 13-cü sual. Cinsi yetişkənlik adətən uşağın məktəb yaş dövrünə təsadüf edir. İnsanın inkişafında yasli dövrü davam edir. 1-3 yaşı arasında davam edir. Bu da 2 il edir və 24 aya bərabərdir. Hansı mümkün deyil? Mayalanmış 2 yumurta hüceyrədən 3 və ya daha çox rüşeymin əmələ gəlməsi mümkündür. Çünki 2 yumurta hüceyrədən biri eyni yumurta əkizi olar 2, digərindən də 1 olar 3. Deməli, A doğrudur. Mayalanmış bir yumurta hüceyrədən 3 və daha çox rüşeymin əmələ gəlməsi bu da mümkündür. Çünki eyni yumurta əkizi olacaqlar. 2 oğlan dölünün bir ciftə malik olması oğlanlar eyni yumurta əkizinə malik olduğu üçün mümkündür. Oğlan və qız döllərinin ümumi ciftə malik olması bu mümkün deyildir. Çünki oğlan və qız dölləri ayrı yumurta əkizləri olacaq. Eyni yumurta əkizlərində həmişə cinsiyyətcə də eyni olurlar. Müxtəlif yumurta əkizləri isə eyni cinsiyyətcə də ola bilərlər, müxtəlif cinsiyyətcə də ola bilərlər. 2 qız dölünün ümumi ciftə malik olması bu da mümkündür. Hansı müddəa doğrudur? Müxtəlif yumurta əkizləri eyni ziqotdan əmələ gəlir. Müxtəlif deyirik, eyni deyirik, bir-birinə ziddir. Müxtəlif yumurta əkizləri həmişə cinsiyyətcə fərqlənir fikri yanlışdır. Fərqlənə də bilər, fərqlənməyə də bilər. Eyni yumurta əkizləri adətən eyni ciftə malik olurlar fikri tamamilə doğrudur. 2 yumurta hüceyrədən inkişaf edən 2 döl ümumi ciftə malik olur. 2 yumurta danışırıq, 2 döl deyirik. Ayrı yumurta əkizləri olduğuna görə ümumi cifti olmaz. Onların ayrı-ayrı ciftləri olacaq. Eyni yumurta əkizləri cinsiyyətcə fərqlənir. Bu fikir yanlışdır. Eynidirsə, elə eyni də olacaq. Uşağın postembrional inkişafının ən qısa dövrü
birinci dövrdür, çünki bir ay davam etmiş olur və çağalıq dövrünə təsadüf edir. Uşağın postembrional inkişafının ən uzun dövrü isə ən axırıncı 5-ci dövr, yəni məktəb dövrünə təsadüf edir. Bətndaxili inkişafın rüşeym mərhələsində rüşeymin qidalanması baş verir. Kapilyarların divarları cift varsa döldən söhbət gedir. Dölə əhatə edən deyirsə, bu rüşeym mərhələsi deyil. Sarı cisim hesabına heç deyil. Uşaqlığın saya zələsi hesabına deyil. Rüşeymi əhatə edən Gişanın xovları vasitəsilə, hansı ki bu xovlar da rüşeymin öz xarici hüceyrələrindən əmələ gəlmişdir. 20-ci sual. İnsanda yumurta hüceyrənin uşaqlığa düşməsi onu göstərir ki, mayalanma baş verməyibdir və həmin yumurta hüceyrə bədəndən kənarlaşdırılır. Cavablara baxsaq, mayalanma baş tutmayıb cavabı daha düzgündür. Çünki yumurta hüceyrə uşaqlığa düşməz. Uşaqlığa əgər mayalanma baş veribsə, hazır rüşeym düşəcək. 4 eyni yumurta əkizinin əmələ gəlməsində 2 qamet iştirak edəcək. Çünki eyni yumurta əkizindən söhbət gedir. 3 müxtəlif yumurta əkizi deyirsə, 3 dənə müxtəlif ziqotu əmələ gətirmək üçün bu zaman 3 spermatozoid, 3 dənə də yumurta hüceyrə, yəni 6 dənə qamet iştirak edəcək. İnsanda 3 eyni yumurta əkizinin ziqotunun əmələ gəlməsində bilavasitə neçə spermatozoid iştirak edir? Eyni deyirsə, bizə bir dənə ziqot lazımdır. Bir ziqotun əmələ gəlməsində bir spermatozoid iştirak edəcək. İnsanda ziqotun bölünməsi normal halda başlayır, uşaqlığın borusunda başlayır. İnsanda ziqotun əmələ gəlməsi normal halda elə uşaqlığın borusunda yaranır. Yadımızda saxlayaq. Yumurta hüceyrənin yetişməsi 1, mayalanma 2, ziqotun əmələ gəlməsi 3, ziqotun bölünərək rüşeymə çevrilməsi hamısı uşaqlıq borusunda baş verir. Oğlanlarda ikincili cinsi əlamətlər ilk dəfə morfoloji cəhətdən aşkar olunur. Təbii ki, bu məktəb dövrünə təsadüf etmiş olacaq. X, Y, Z-i müəyyən edin. Eyni yumurta əkizləri olan 2 qız. Eyni yumurta əkizidirsə, deməli bunun X yumurta hüceyrə ilə X spermatozoidin birləşməsi nəticəsində yaranmış XX xromosom dəstli diploid dəstə malik olan ziqotdan 2 dənə nə yaranmışdır? Qız yaranmışdır. Qız. Eyni yumurta əkizləri olan 2 oğlan X yumurta hüceyrə ilə Y spermatozoidin birləşməsi nəticəsində diploid xromosom dəstli XY adlı ziqot yaranmış. Bundan isə 2 dənə oğlan eyni yumurta əkizləri yaranmışdır. Əmələ gəlməsində iştirak edən qametlərdə 2 ədəd X cinsi xromosomu olmuşdur. 1. X-ə gedəcək. Əmələ gəlməsində iştirak edən müxtəlif cinsi xromosomların say nisbəti 1-in 1 olmuşdur. Yəni biri X-dırsa, biri Y olmuşdur. Oğlana gedəcək. Bir ziqotdan inkişaf etmişdir. Hər ikisi də eyni olduğuna görə Y-ə gedəcək. Ziqotlarının əmələ gəlməsində iştirak edən bütün qametlərdə atosom xromosom müxtəlifliyi 22 olmuşdur. Bu hər ikisinə aiddir. Çünki qametlərdə atosom xromosom müxtəlifliyi həmişə 22-yə bərabər olur. Yəni ki, cavab variantımızı tapsaq, X-a 1, Y-ə 3, 4, Z-ə isə 2 gedəcək. 28. Bir-birinə oxşamayan 4 əkizin 3-ü qız, biri oğlandır. Onların əmələ gəlməsində neçə erkək və neçə dişi qamet iştirak etmişdir? Deməli, bir-birinə oxşamır və 4 əkizdir. Bunlardan 3-ü qız, biri oğlandırsa, əmələ gəlməsində neçə erkək və neçə dişi qamet iştirak etmişdir? Burada ümumiyyətlə ayrı-ayrı yumurta əkizlərindən gedir. 4 əkiz meydana gəlibsə, burada deməli elə 4 dənə də ziqot iştirak edibdir. 4 ziqotun iştirak etməsində elə 4 dənə dişiyə aid, 4 dənə də erkəyə aid qametlər iştirak edəcək. 2 qadındır, 4 əkiz uşağı dünyaya gəlmişdir. Birinci qadının dünyaya gətirdiyi əkizlərin hər ikisi bir-birinə çox oxşayan qızdır. Deməli, qızlarımız nədir? 2 dənə qız eyni yumurta əkizidir, qeyd edirəm. İkinci isə bacı-qardaşdır. Bunlar bacı və qardaş müxtəlif yumurta əkizləridir. Birinci və ikinci qadının uşaqlarının yaranması zamanı mayalanma prosesinə bilavasitə neçə qamet iştirak etmişdir? Baxın,
Birinci qadının 2 qızı olub, eyni yumurta əkizlidir. Deməli, o bir ziqotdan yaranıbdır. Bir ziqotun əmələ gəlməsində 2 qamet iştirak edir. İkinci qadında isə ayrı-ayrı yumurta əkizləri bacı-qardaş dünyaya gəlmişdir. Deməli, bacının yaranmasında bir ziqot, qardaşın yaranmasında bir ziqot yaranmış. Hər bir ziqotun yaranmasında isə 4 qamet iştirak etmişdir. Deməli, cavab variantımız 2 və 4, yəni Y variantı olacaq. 2 qadının 4 əkiz uşağı dünyaya gəlmişdir. Birinci qadının dünyaya gətirdiyi əkizlərin hər ikisi bir-birinə çox oxşayan qızdır. Yenə də 2 qız və eyni yumurta əkizi. İkincisində isə bacı-qardaşdır. Yenə də yazıram. Bacı və qardaş, deməli bunlar da müxtəlif yumurta əkizləridir. Birinci və ikinci qadın uşaqlarının yaranması zamanı mayalanmada bilavasitə neçə spermatozoid iştirak etmişdir? 2 qızın eyni yumurta əkizinin əmələ gəlməsində birinci qadında bircə dənə ziqot iştirak edibdir. Bu bir ziqotun yaranmasında hər kəs bilir ki, bir spermatozoid iştirak edəcək. Amma ikinci qadında bacı bir ziqotdan yaranıb, qardaş bir ziqotdan yaranıbdır və bu iki ziqotun yaranmasının hər birində bir, yəni 2 dənə sperm iştirak etmişdir. Cavabımız 1-in 2-yə, yəni D variantıdır. İnsanda cift əmələ gəldikdə nə qədər vaxt sonra o hormon ifraz etməyə başlayır? Cift 3-cü ayın əvvəlində əmələ gəlir. Hormon ifraz etməyə 4-cü ayın əvvəlində başlayır. Yəni 1 ay. Əkizlərdən hər ikisinin müstəqil cifti olarsa, fikirlərdən hansı doğru ola bilər? Əgər müstəqil cift varsa, bu müxtəlif yumurta əkizləridir. Eyni cinsiyyətli ola bilərlər təbii ki. Müxtəlif cinsiyyətli də ola bilərlər. Çünki müxtəlif yumurta əkizləri təsadüfən qız da ola bilər, oğlan da ola bilər, bacı-qardaş da ola bilərlər. Amma əkizlərdən hər ikisi deyirsə, bunların hər birinin yaranmasında bir ziqot iştirak etmişdir. Və mayalanmada 2 ədəd qamçıl qamet iştirak edə bilər fikri də buradan doğrudur. Çünki 2 ziqotun hər birinin yaranmasında bir, yəni 2 ədəd qamçılı qamet spermatozoid iştirak etmişdir. Cavabımız C variantı olacaq. Əkizlərdən hər ikisi eyni ciftə qidalanarsa, fikirlərdən hansı doğru olar? Eyni ciftə qidalanarsa, eyni yumurta əkizləridir. Mütləq ki, bunları eyni cinsiyyətlidirlər. Müxtəlif cinsiyyətli ola bilməzlər. Mayalanmada 1 ədəd qamçıl qamet iştirak edə bilər fikri də doğrudur. Çünki bu eyni yumurta əkizləridir. Cavabımız 1, 3, yəni C variantıdır. 3 eyni yumurta əkizləri neçə ziqotdan əmələ gələr? 3 eyni yumurta əkizləri eynidən söhbət gedirsə, bir ziqotdan yaranıbdır və elə cavabımız B variantıdır. Qadın orqanizmində 4 müxtəlif yumurta əkizinin yaranmasında bilavasitə iştirak edər. 4 müxtəlif yumurta əkizi 4 ayrı ziqotdan yaranıbdır. Qametlərin sayı 4 dənə ayrı ziqot, bura qeyd edirəm 4 ziqot. Çünki hər bir ziqotdan bir yeni uşaq yaranıbdır. Qametlərin sayı bir ziqotda 2 qamet olsa, ümumilikdə 8 qamet olacaq. Ciftlərin sayı 4 dənə müxtəlif yumurta əkizi olduğuna görə elə 4 dənə ayrı cift olacaq. Göbək ciyələrinin sayı da həmişə ayrı olur. İstər eyni, istər müxtəlif yumurta əkizlərində onların da cəmi 16-ya bərabər olacaq. Cədvələ əsasən hər bir fərddə hansı cinsli uşaqların dünyaya gəldiyini müəyyən edin. Şərti ad X-dir, mayalanan yumurta hüceyrələrinin sayı 2-dir, əmələ gələn döllərin somatik hüceyrələrinin bir nüvəsində olan X cinsi xromosomlarının cəmi sayı 4-dür. Əgər mayalanan yumurta hüceyrə 2-dirsə, deməli burada 2 dənə ayrı yumurta əkizlər əmələ gəlmişdir. Və onların da somatik hüceyrəsi diploiddir. Bilirik ki, əgər ümumilikdə 2 uşaqda hərəsindən bir dənə somatik hüceyrədə cəmi 4 dənə X cinsi xromosom varsa, burada söhbət X, yəni 2 qızdan söhbət gedir. 2 qız. Sonra baxırıq. Mayalanan yumurta hüceyrələrinin sayı Y-də 2-dir. Deməli 2 uşaq var burada. Əmələ gələn döllərin somatik hüceyrələrinin bir nüvəsində olan X cinsi xromosomların cəmi sayı isə 2-yə bərabərdir. Yəni X birindədir, X birindədir. Bunun yanına biz cəmi say X-də 2 olduğuna görə X gətirə bilmərik. Deməli Y olaraq qeyd edirik. Deməli nə oldu? 2 dənə oğlan oldu. Sonra mayalanan yumurta hüceyrələrinin sayı Z-də 3-dür. Deməli 3 dənə
uşaq dünyaya gələcək. Əmələ gələn döllərin somatik hüceyrələrinin bir növəsində olan X cinsi xromosomların cəmi sayı 3-dür. Somatik hüceyrələr diploid olduğuna görə, 3 dənə də X-imiz olduğuna görə hər birinə bir dənə X yazaram. Və artıq X bitdiyinə görə hər birini diploid etmək üçün yanına Y qeyd edərəm. 3 dənə oğlan dünyaya gəldi. 2 qız, 2 oğlan, 3 oğlan. Cavabımız A variantıdır. Doğum evində 3 hamilə qadının dünyaya gətirdiyi uşaqlarla bağlı rəqəmlər göstərilmişdir. Bu rəqəmlərə əsasən nələri söyləmək olar? Şərtə adları X veribdir. Mayalanmada iştirak edən qametlərdəki X cinsi xromosomların Y cinsi xromosomlarına olan nisbəti. Əgər 3 dənə X, 1 dənə Y, mən bunları qeyd edeyim ki, rahat olsun bizə. X, Y. Baxaq neçə uşaq dünyaya gəlibdir. Dünyaya gələn əkiz uşaqların sayı 2-dir. Təbii ki, deməli bunlardan biri XX olubdur. Çünki əlimizdə 3 dənə X var. Biri XY olubdur. Yəni bir qız var, bir dənə də oğlan dünyaya gəlibdir. Y-də isə 5 X-dır, bir dənə Y-dir. Gəl bunu belə eləyək. X, bir qız olsun. Yenə də X, ikinci qız olsun. Amma 5X-dan 4-ünü artıq qeyd etdik. 1 X-imiz əlimizdə qaldı, bir dənə də Y-imiz. Deməli, neçə qızımız var? 2 qız var, bir dənə də oğlan var. Z-də amma 1-in 1 nisbətindədir. 4 dənə də əkiz dünyaya gəlibsə, deməli bunun 4-də 4 dənə X varsa, 4 dənə də Y var. Yəni 4 dənə oğlan, 4 nəfər oğlan dünyaya gəlibdir. A variantı. Y 2 eyni yumurta əkizi dünyaya gətirmişdir. Baxırıq ki, söyləmək olar deyir bizə. Y 2 eyni yumurta əkizi dünyaya gətirmişdir. Axı Y-də qız və oğlandır. Eyni yumurta əkizi necə olsun? Ona görə yanlışdır. Z-in dünyaya gətirdiyi uşaqların hamısı oğlandır. Bəli, Z-də də özümüz qeyd etdik ki, X ilə Y 1-in 1 nisbətidirsə, 4-ü də oğlandır. Cavabımız B variantı doğrudur. 38. Qadın orqanizmdə sarı cisimlər cəmi 280 gün qana hormon ifraz etmişlərsə, onların əmələ gəldiyi folikullarda neçə yönləndirici cisimcik yaranır? 280 gündə X yönləndirici cisimcik əmələ gələrsə, bir ayda 14 gün qana hormon, sarı cisimlər hormon ifraz edirsə, bu zaman 3 dənə yönləndirici cisimcik əmələ gəlir. 14 ilə 280 ixtisar getdikdə 20, 23-ə vurduqda 60 edər. Qadının normal ontogenezi müddətində yetişmə zonasının sonunda əmələ gələn bütün yönləndirici cisimciklərdə cəmi neçə cinsiyyət xromosomu olar? Biz bilirik ki, ontogenez müddətində qadında 350-500 dənə yumurta hüceyrəsi yetişir. Və hər bir yumurta hüceyrədən əlavə 3 dənə yönləndirici cisimcik əmələ gəldiyinə görə 1050 yönləndirici cisimcik maksimumda 1500 dənəsi yaranmış olacaq. Və hər bir cinsiyyət hüceyrəsi ilə bərabər yönləndirici cisimciklərdə haploid olduğuna görə onların hər birində bir dənə cinsiyyət xromosomu olacaq. Yəni elə 1050 ilə 1500-ü birə vurduqda 1050 və 1500 cinsiyyət xromosomu olar. 40. Bətnində oğlan uşağı olan bir qadında ananın bətnində oğlan uşağı var. Cinsi xromosomlar ilkin cinsi hüceyrəsində bu qadına məxsus olduğuna görə ilkin cinsi hüceyrəsində bizdən nə isə verilənlərdən hansı cinsi xromosomları X, X-dir. İlkin cinsi hüceyrəsi qadına məxsus olduğuna görə X, X olacaq. İlkin cinsi hüceyrələr diploid olur. Uşaqlığın əzələsinin hüceyrəsində qadına məxsus olduğuna görə XX olacaq. Sarı cisim hüceyrəsi, o da diploid xromosom dəsti XX olacaq. Dölün göbək ciyəsi hüceyrəsi sırf oğlana, yəni ki, bətində olan uşağa aid olduğuna görə X, Y şəklində olacaq. Cavabımız A, B, C, yəni ki, D variantıdır. 41. Bətnində qız uşağı olan bir qadında cinsi xromosom verilənlərdən hansında cinsi xromosomlar XX-dir. Yetişmiş yumurta hüceyrəsində yetişmiş sözü varsa haploiddir. Uşaqlığın əzələsinin hüceyrəsində deyirsə X, X-dir. Sarı cisim hüceyrəsi diploiddir.
Dölün somatik hüceyrəsi, döl qız uşağı olduğuna görə somatik hüceyrəsi də XX olacaq. Yəni BCD Y variantı olacaq. Hamiləliyinin 7-ci ayında olan bir qadının yoluxduğu virus xəstəliyi onun doğulmamış uşağına keçə bilərmi? Əlbəttə keçə bilər. Plasenta vasitəsilə əlaqə olduğuna görə keçə bilər. Hamilə bir qadında cift hormon ifraz etməyə başlayanda sarı cisim hormon ifrazını dayandırır. Bu qadında sarı cisim ən sonuncu dəfə təqribən neçə aydır müntəzəm olaraq hormon ifraz edirdi. Biz bilirik ki, cift 3-cü ayın əvvəlində yaransa da, 4-cü ayın əvvəlindən hormon ifraz etməyə başlayır. Artıq 3 aydır ki, ciftin vəzifəsini sarı cisim yerinə yetirirdi. Bundan əvvəldə yadımızda salmalıyıq ki, 28 günlük aybaşı siklin son 14 günü sarı cisim fazası idi. Ona görə də biz bu dövrü 3 aydan çox, yəni 3,5 ay kimi götürülməsi doğru olar. 44. Diaqramda insanın embrional inkişaf mərhələlərinin davam etmə müddətləri əks olunmuşdur. Diaqrama əsasən doğru ifadəni müəyyən edin. Davam etmə müddəti 1, 2, 3 inkişaf mərhələləri. Deməli, birinci döl dövrüdür. Üçüncü rüşeym dövrüdür. İkinci isə ilkin inkişaf dövrüdür. İkinci implantasiya ilə başlayır fikri yanlışdır. Üçüncü embrional inkişafın 3-cü ayına qədər davam edir. Deməli, rüşeym dövrü olduğuna görə doğrudan da bu 2 ay davam edir. Birinci və ikinci ay. Bu fikir doğrudur. Ziqotun çoxhüceyrəli rüşeymə çevrilməsi ilə başlayır, deyir. Ziqotun çoxhüceyrəli rüşeymə ilə başlamır rüşeym dövrü. İmplantasiya dövrü ilə başlayır. Birinci, 4 ay davam edir. 4-7 ay davam edir. Birinci, ciftin yaranması ilə başa çatmır, əksinə başlanğıc götürür. Sağlam insanın embrional inkişafı üçün mülahizələrdən hansı doğrudur? Başlanğıc dövr başladığı yerdə bitir. Başlanğıc dövr, ilkin inkişaf dövrü uşaqlıq borusunda başlayır, uşaqlıqda başa çatır. Bu fikir yanlışdır. Rüşeym dövründə yaranıbdır. Rüşeym ilkin inkişaf dövründə yaranır. Rüşeym dövründə yaranmır. Ziqotun ilk uzununa bölünməsi implantasiyadan sonra baş verir. İmplantasiyadan sonra baş vermir. Bu fikir yanlışdır. Ziqotun ilk uzununa bölünməsi uşaqlıq borusunda ilkin inkişaf dövründə baş vermiş olacaq. Cift hormon ifraz etməyə başlayanda döl dövrü başlayır. Bu fikir də yanlışdır. Elə cift disk şəkilli cift yarandığı anından döl dövrü başlayır. Bir ay sonra da cift hormon ifraz etməyə başlayır. Sarı cisim hər 3 dövrdə hormon ifraz edə bilər fikri doğrudur və bunu bir yerə qeyd edin. Sarı cisim həm ilkin inkişaf dövründə, həm rüşeym dövründə, həm də ki döl dövründə hormon ifraz edir. İnsanda uşaqlıq borusunda baş verir. Uşaqlıq borusunda yumurta hüceyrəni qəbul edib uşaqlığa ötürmək. 1. Dölün inkişafı getmir. Yumurta hüceyrənin spermatozoidlə mayalanması gedir. Ziqotun ilkin bölünməsi burada gedir. Yumurta hüceyrənin tam yetişməsi burada gedir. Rüşeymin uşaqlıq divarına yapışması isə uşaqlığın içərisində getmiş olacaq. Doğru olanları müəyyən edin. Cift əmələ gəlməsi ilə döl dövrü başlayır. Hamiləliyin 3-cü ayından əmələ gəlir. Əmələ gəlməsi ilə rüşeym dövrü başlamır, səhvdir. Döl ciftə birbaşa birləşir, xeyir, göbəkçiyəsi ilə birləşir. Doğru olanlar 1 və 2-dir. Bir qadının 4 əkiz uşaq dünyaya gətirmişdir. Embrional inkişaf dövründə bu əkizlərin 2 cifti olmuşdur. Dünyaya gələn uşaqlardan 3-ündə yalnız X cinsi xromosomları olmuşdur. Deməli, neçə cifti olubdur bu qadının? 2 dənə cifti olubdur. Və dünyaya gələn uşaqlardan 3-ündə yalnız X cinsi xromosomları olmuşdur. Deməli, bu ciftin 3-ündə qız olub ki, hamısında X müşahidə edilir. Deməli, digər ciftdə isə bir dənə oğlan olacaq. Cəmisi saysaq 3 qız, 1 oğlan, cəmisi 4 uşaq edir. İndi baxaq. Bu 2 dənə cift olduğunu onu göstərir ki,
bir ziqot bunda iştirak edib əmələ gəlməsində, digər ziqot da oğlanın yaranmasında iştirak edibdir. Dünyaya gələn uşaqlar 2 ziqotdan inkişaf etmişlər. Doğrudur. Dünyaya gələn uşaqlardan birinin somatik hüceyrəsinin bir nüvəsində 24 xromosom müxtəlifliyi olmuşdur. Bəli, biz bilirik ki, oğlanlarda elə 24 xromosom müxtəlifliyi olur, qızlarda 23 xromosom müxtəlifliyi olur. Mayalanma prosesində iştirak edən cinsiyyət hüceyrələrindən 4-ünün qamçısı olmuşdur. Yadınızda saxlayın, bu ziqotun yaranmasında bir yumurta hüceyrə pilus, bir spermatozoid, bu ziqotun da yaranmasında bir yumurta hüceyrə pilus, bir dənə spermatozoid iştirak edib. Yəni 4 dənə qamçılı hüceyrə hardan çıxdı? Bu səhvdir. 2 dənə olmalı idi. Mayalanmada iştirak edən cinsiyyət hüceyrələrinin 3-ünün qamçısı olmuşdur. İkisinin qamçısı olmuşdur demişdik. Bu da yanlışdır. 1-2 doğrudur. Əgər bir qadının hamiləliyinin 5-ci ayı tamam olmuşsa, aşağıdakılardan hansı mülahizələrə demək olar? Cilt artıq 2 aydır hormon ifraz edir. Düşünək ki, cilt 3-cü ayın 1-ci günündən yaranır, 4-cü ayın 1-ci günündən də hormon ifraz etməyə başlayır. Bu da 5-ci ay tamam olubsa, deməli bir 4-cü ay ifraz edibdir hormon, bir də 5-ci ay. Yəni 2 aydır hormon ifraz edir. Rüşeyin mərhələsi 3 ay əvvəl bitibdir. Düşünsək ki, 5-ci ay, vergül, 4-cü ay, geriyə saysaq, 3-cü ay hamısı dölə aid olduğundan, 2 və 1-ci aylar rüşeyin mərhələsinə aid olduğundan doğrudan da 3 ay əvvəl artıq bitibdir. Hələ döl mərhələsi başlamamışdır. Necə başlamayıbdır? Artıq 3 aydır ki, döl mərhələsindəyik. 1 ay sonra cilt hormon ifraz etməyə başlayacaq. Bu fikir də səhvdir. Artıq 4-cü ayın 1-ci gündən hormon ifraz etməyə başlayıbdır. İnsanın göbəkçiyəsi rüşeymi fikri səhvdir, olmamalıydı. Dölü ciftə birləşdirir, olmalıydı. Dölü ciftə birləşdirir fikri doğrudur. Uşaqlıq borusunun epitelisindən yaranır. Göbəkçiyəsi uşaqlıq borusunun epitelisindən yaranmır. Rüşeymin özünün xarici hüceyrələrindən yaranır və rüşeymə məxsusdur. Daha doğrusu, dölə məxsusdur. Döl dövründə fəaliyyət göstərir. Doğrudur. Arterial qanı dölə daşıyır. Doğrudur. Venoz qanı dölə daşımır. Döldən anaya daşıyır. Verilən məlumatlara əsasən bu sağlam qadında göstərilən yaşa qədər təqribən maksimum neçə ədəd yetişmiş yumurta hüceyrə mayalanmayıbdır. 39 yaşlı qadında doğulan uşaq sayı 3, eyni yumurta əkizidir. 3 olmasına baxmayaraq, eyni yumurta əkizi olduğuna görə bir dəfə hamiləlik keçiribdir. Bu hamiləliyin müddəti 9 ay olubdur. Aybaşı tsikli də 30 gündür. Əgər aybaşı tsikli 30 gündürsə, 1 ildə 12 dəfə folikul yetişir və yumurta hüceyrəsi yaranmış olur. Əgər 28 gün olsaydı, biz bunu 13 kimi götürərdik. Hal-hazırda 30 gün kimi verilmişdir. Maksimum neçə ədəd yetişmiş yumurta hüceyrə mayalanmayıb deyirsə, bu zaman qızlar cinsi yetişkənliyə 10-12 yaşında çatır və maksimum alınması üçün 39-dan 10 yaş çıxaram və 29 ildir ki, artıq 30 gündən bir aybaşı tsikli baş vermiş olur. Və 29 ilin hər birində 12 dənə yumurta hüceyrəsi yetişər isə 58, 29, 348 dənə yumurta hüceyrəsi əmələ gəlməli idi. Amma yadımızda saxlamalıyıq ki, hamiləlik müddəti 9 ay davam edibdir. Burada da ki, artıq 9 ay müddətində saymırıq. Çünki 9 ay müddəti hamiləlik müddətidir. 9 ayın əvvəlində də bir yumurta hüceyrəsi mayalanıbdır zaten. 348-dən 9 çıxdıqda 339 cavabımız olacaq. 339. Digər sualımıza baxırıq. 52. Verilən məlumatlara əsasən bu sağlam qadında göstərilən yaşa qədər təqribən minimum neçə ədəd yetişmiş yumurta hüceyrə mayalanmayıbdır? Minimum deyirsə, bu zamanda bilirik ki, 10-12 yaşında qadın cinsi yetişkənliyə çatır. 20 yaşdan 12 yaş çıxarıq, minimum rəqəm 8 il alarıq. Aybaşı tsikli yenə də 30 gündür. Doğulan uşaq sayı 2 olmasına baxmayaraq eyni yumurta əkizidir və hamiləlik müddəti 9 ay davam edibdir. Və 8 ili 12-ni vurarıq 8-ə, bərabərdir 96 yumurta hüceyrəsi yaranmış olar və bu zaman hamiləlik müddətini 9 ay nəzərə alırıq və cavabımız 87 olar.